Rasulillah. Birinci Allah razı olsun bu gözəl süfrəyə görə, dəvətimizə görə. Allah malımıza, mülkümüzə bərəkət versin. Artıq Ramazan ayının 28-ci iftarını eləyirik. Daha doğrusu 27-ci iftarını eləyirik, 28-ci gecəyə keçirik. Bu Allah Taala'nın bizə verdiyi gözəl nemətlərdən biridir. Və biz bu nemətlərə görə də Allaha həmd edirik, xüsusi və şükür edirik. Və Allahdan istəyirik ki, Allah Taala davamlı etsin. Həmişə davamlı etsin. Və o kəslər ki, süfrəyə gəlirlər, otururlar və həmçinin səbəb olurlar belə süfrələrin açılmasına. Allah Taala onlardan razı olsun və ən gözəl süfrə, ən gözəl oturulacaq süfrə elə iftar süfrəsidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm rəğbətləndirib iftar verməyə. Çünki xəbər verib ki, kim iftar versə, o iftarda yiyənlərin sayı qədər ona savab var. Və bu bizim üçün böyük bir qazanc yeridir. Savab qazanmaq istəyənlər üçün. Həm öz orucun, həmçinin başqalarının orucunun savabından azalmadan şərik olmaq onların oruclarına, şərik olmaq onların savablarına həqiqətən də bu gözəl bir ətadır Allah Taala tərəfindən. Və təbii ki, Allah ən çox verəndir. Allah Taala ən çox verəndir. Necə Osman radiyallahu anhu Mədinəyə öz mallarını gətirdiyi zaman tacirlər ondan o malları almaq istəyəndə toplam şəkildə, yəni topdan satış. Osman radiyallahu onlara vermədi. Dedi, daha çox verən var. Dedilər, 5 verək. Dedilər, yox. Dedi, daha çox verən var. Dedilər, 10 verək. Yəni 1-ə 10 dedilər, dedi, daha çox verən var. Sonra maraqlandılar ki, Osman, bizdən güclü tacirlər, bizdən varlı tacirlər yoxdur bu məmləkətdə, Mədinədə. Sənə kim diyor o çox verən? Al deyir ki, Allah, daha çox verən var. Allah Taala hər bir mükafatın, hər bir şeyin, əcrin, mükafatın qat-qat verəcək. Allah Taala buyurur ki, وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ Nəfsiniz üçün elə bir şey təqdim eləməyəcəksiniz ki, تَجِدُوهُ اِنْدَ اللّٰهِ Onu Allah qatında tapacaqsınız qiyamət günü. Yəni görəcəksiniz ki, o gəldi. Bəlkə də sən fərqinə varmamışdın, kiçik baxmışdın, elə belə yüngül baxmışdın. Məsələn, bəzi qardaşlar indi görürük, bəziləri bir qabın içərisində məsələn xurma gətirir, bəziləri bir qabın içərisində şirniyyat gətirir. Bəlkə də çoxuna böyük bir süfrələrin qabağında o bir zəif bir şey kimi gəlir. Lakin Allah bilir, Allah Taala onu qiyamət günü hansı əcrlə, hansı mükafatla, hansı savabla, hansı özəlliklə qəbul edəcək və ona nə mükafat verəcək. Ona görə nə gözəldir Allahla müamilə etmək, Allahla bu ticarəti eləmək və Allah Taaladan mükafatın və əcrin istəmək. Və biz axırıncı Ramazanın sonuncu 10 gecələrinin lap son gecələrində qalmışıq və qalan daha dadlısıdır, daha ləzzətlisidir və daha gözəlidir. Axırıncı 10 günün son 3 və ya 2 gecəsi. Bu gecələrdə də istifadə eləmək bizə vacib olan məsələlərdən, mühüm olan məsələlərdən sayılır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm başqa gecələrdən fərqləndirib Ramazan ayını. Və çalış, heç olmasa, yəni təravih namazlarını qıl, heç olmasa biraz da olsa Quran oxu, biraz da dua elə, sonra bax inşallah, əgər münasibdirsə, istəyirsənsə oyaq qalmaq, qal. İstəmirsənsə, yorulmusansa, o zaman dincələ bilərsən. Lakin qalan günlər, qalan vaxtlar çox əzəmətli və çox gözəl bir fürsət dolu günlərdir, aylardır, zamanlardır. Bundan istifadə eləmək lazımdır və təbii ki, biz üzülürük ki, Ramazan ayı çıxır. Ramazan ayının gedişi bizi həqiqdən üzür. Allah Subhanahu taala yenə də bizi gələcək Ramazanlara yetişməyə müvəffəq eləsin. Və unutmayaq ki, Ramazan ayı bitəndən sonra Şəvval ayı gəlir. Şəvval ayında 6 gün oruc var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazan tutsa, sonra 6 gündə ona Şəvvaldan qaçsa, ona bir il, yəni bir ilin oruc sahabı yazılır. Bu da nə gözəl mükafatdır, nə gözəl neymətdir və Allahın rəhmətidir. Allah Taala həmçinin bizə Şəvval orucunu tutmağı belə asanlaşdırsın, müvəffəq etsin, müyəssər etsin. Allah bu süfrəmizi, bu ibadətlərimizi bizdən qəbul eləsin, bizi qiyamət günü rüsva eləməsin və Allah Taala hamımızdan razı olsun. Yenə Allah Taala qəbul eləsin və Qədir gecəsinə çatdırsın bizi. Və sallallahu aleyhi və Muhammed
və alə alihi və sahbihi və səlləm təsliman kəthira. Allah bərəkət. Allah.